onu tanıyan insanlar, mən deyərdim ki, onların 99%'nin kumiridir. Hansı ki, Teymurov Pəncəlidən biz çox qidalanmışıq, çox yararlanmışıq. Müharibə sahasını düşünəndə Pəncəli Teymur düşür yadıma, Astaralı balası. Mənə xüsusi təyinatlı qüvvələrdə ilk olaraq təlimatı verən insan olub ki, xüsusi təyinatlı olan insan belə olmalıdır. Rəhmətli Pəncəli bir dənə əl qumbarasını götürdü, atdı boğazının içinə. Əslində atmamalı idi, günüz idi, sakitçiliyə görə. O içi yanıyor da, o insan həqiqətən çox vətənpərvər insan idi. Götürdü, dedi, yox, bu uaz salamat qala bilməzlər burada. Götürdü bir dənə əl qumbarasını, atdı. Uazda bir dənə şüşə, əsər əlamət əl qumbarası, içəridə patlayan uaz nə olar? Neyse gəldik. Neyse bir geri çəkildik, çıxdıq.